Murad bəy, necə fikirləşirsən? İndi dövrümüzdə belə deyim də, ə, nəsillər varmı hansı ki, nəsə bir şey eləməyə çalışırlar, nəsə dəyişməyə çalışırlar, insanlara o kamilliyə çatdırmağa çalışırlar. Dövrümüzdə belə şəxslər var. Amma insanlar daha çox kapitalizmin aurasındadır da hal-hazırda. Ona görə belə şəxslər üzə çıxa bilmir. Çünki kapitalist sistemlə hurufilik, ruhanilik tutmur. Ayrı-ayrı bir sistemlərdə biri sevgini dəstəkləyir, bir və bütünlüyü, bir digəri markaları, güclü olanı, pullu olanı, zəngin olanı dəstəkləyir. Ona görə də burada bir belə əks disbalans yaranır. Amma təbii ki, ənində sonunda sevgi tərəf, sevgi əhli qalib gələcək. Bax biz diqqət eləsək, elə müqəddəs İslam dininin özündə belə Əhl-i-Beyt var və onu sevgi əhli adlandırırlar. Aşiqlər adlandırırlar. Yəni bütün ölən imamlar belə, onlar da əslində sevgi əhli idi də, ilahi üçün ölmüşdü, Tanrı üçün. Özləri üçün ölmür ki. Yəni məğzə belə baxanda heç kim özü üçün ölmür ki, yəni bütün o böyük şəxsiyyətlərin hamısının məğzində. Yəni o adam məndən səndən ağıllıdır da, dəli deyil ki, özünü öldürsün. Hamısı eşq üçün ölmüşdü, ilahi eşq. Nəsimi isə ilahi eşq uğruna bütün dünyaya aykırırdı ki, gəlin sevgi yaşayaq. Hamı bir-birini sevsin. Hətta öz dərisini belə soyudurur. Öz dərisi soyulur ona görə bu adam. Səsini çatdırmaq üçün. Amma bunu insanlara o qədər dərindən aşılamışdı, o qədər yuxarı frekansda bir şəxsiyyətdir ki, adamın dərisini soyacaqlar, hamı onun əvəzinə çıxır, onun şeirini deyir ki, onun dərisi soyulsun. Fədakarlıq. Fədakarlıqdır. Yəni bu da o konsepsiyanı göstərir ki, bu adam bu ideologiyanı həmin vaxtda çox yaxşı yaradıb, qurub. Onun ölümündən sonrakı illərdə yəqin ki, azalıb da artıq fanatları və davam elətdirənləri. Ən son dövrlərdə də, xüsusən Sovet dövründə demək olar ki, tamamilə ayrı bir şəxs kimi göstərilir Nəsimi. Yəni Nəsimini elə bir ki, qaçaq nəbi kimi göstərirlər də, loru dildə deyək, dağlarda yaşayan qaçaq nəbi. İmperializmə qarşı mübarizə aparan bir insan kimi. Halbuki hətta orada Əmir Teymur da çox kiçik biri kimi göstərilir. Yəni Əmir Teymurdan söhbət gedir, Teymur Lençdən. Adam sarayda Bəyazidə baxır, gülür. Deyir, nəyə gülürsən? Deyir, dünya mənim kimi topalla sənin kimi korun ümidinə qalıb, deyir. Yəni elə bir şəxsdən söhbət gedir.